Herkese salam. Bu dərsimizdə biz C dilində şərt operatorlarından danışacağıq. Bizim əsas iki şərt operatorumuz var. If və else. If else nə deməkdir, nə mənaya gəlir? If dedikdə biz müəyyən bir şərt veririk və deyirik ki, əgər bu şərt ödənirsə, artıq if blokunun içində nə yazmışıqsa gedib onu işə salsın. Və təbii ki, bu şərtin ödəndiyi hal olduğu kimi ödənmədiyi halda ola bilər. Ödənmədiyi halda proqram heç nə eləmir, əgər siz bir şey yazmamısınızsa. Amma hər hansı bir prosesin davam etməyini istəyirsinizsə, burada artıq else-dən istifadə olunur. Else nə deməkdir? Yəni əks halda, əgər mənim bu if şərtim özünü ödəməsə, doğru deyilsə, o zaman gəlir else düşür ki, yəni əgər bu şərt doğru deyilsə, gəl onda buradakını işə sal. Yəni bu məntiqlə bu çalışır. Təbii ki, biz else yerinə başqa bir şey də verə bilərik, amma başqa bir şey deyəndə, yəni sizə belə bir nümunə çəkim. Mən gəlib burada if bərabərdir, belə deyək, sıfırdan. Burada hətta bərabər qoyuram. Və bu şəkildə yazıram. Bu bərabərdir, daha doğrusu silək, düzgün olsun. Əgər say sıfırdan kiçiksə, bu zamanda bizim sayımız mənfidir. Hətta yazıları da qısa yazaq. Mən else istifadə etmədən 2 ədəd if blokundan da istifadə edərək həmin nəticəni yenidən ala bilirəm. Bəs bu zaman else-in olub olmamasının burada nə kimi önəmi olmuş oldu? Else-in əsas səbəblərindən biri, daha doğrusu belə deyək, önəmindən biri, biz bu halda, yəni if yazdığımız halda əslində bütün şərtləri tutmalıyıq. Yəni hansı halda nə baş verirsə bütün şərtləri qeyd edirik. Amma bəzən biz elə bir şərt yazırıq ki, milyonlarla ehtimal ola bilər. Biz yalnız bir ehtimalda müəyyən bir proses görürük. Digər ehtimalların heç birində isə o proses görülməyəcək. Tamamilə başqa bir şey olacaq. Bu zaman artıq mənim bu şəkildə iflərdən istifadə edərək 15 if, 20 if və s. çoxlu şərt blokları açmağım təbii ki, düzgün deyil və bu sistemin sürətli işləyib işləməməsinə də çox ciddi təsir edir. Bu səbəbdən biz bütün halları nəzərə almaq üçün else-dən istifadə edirik. Yəni bu ehtimaldan başqa bütün ehtimallarda gələcək və bu else blokun içərisində mən nə yazmışamsa onu icra edəcək. Yəni else-nin buradakı ən böyük önəmi də əslində budur. Daha sonra ola bilər ki, mənim 4-5 dənə bir-birindən bağımsız müxtəlif şərtlərə belə deyək, ehtiyacım olur və bu şərtlər daxilində müəyyən proseslər baş verir. Məsələn, deyək ki, say bərabərdirsə 5-ə. Bu halda müəyyən bir proses görülür. Təbii ki, biz bura belə dolduraq. Yəni, sanın ki, burada müəyyən bir proses gedir. Və burada deyək 5, burada deyək onda 6, 7, 8. Mən deyirəm ki, say 5-ə bərabərdirsə bunu et, 6-ya bərabərdirsə bunu et, 7-yə və 8-ə bərabərdirsə gəl bunları et. Bu zaman nə olmuş olur? Mənim təbii ki, yazdığım kodda 4-5 müxtəlif ehtimallar mövcuddur. Mən təbii ki, bu ehtimalların hər birini nəzərə alaraq belə deyək, proqram yazmalıyam. Amma burada yenə müəyyən bir qısaltma var. Yəni biz bunu daha sonra qısaltma deməyək də daha düzgün bir yazılış, daha düzgün bir struktur var. Onunla yazmalıyıq. Onun adı else if-dir. Else if. Else if də bu şəkildə yazılır. Else if birdən çox şərt olduqda istifadə olunur. Və else if-dən sonra da else yazıla bilir. Yəni, məsələn, mən burada gəlib deyirəm, say bərabərdirsə 5-ə. Deyək ki, müəyyən bir proses burada gedir. Və bir daha doğrusu belə deyək, else if yazaq. Deyək, say burada bərabərdir 6-ya. Burada da müəyyən bir proses gedir. Və bu 3 ehtimalın olmadığı digər ehtimallar. Bu zamanda sadəcə else yazaraq, belə deyək, nə olacağını təyin edə bilirəm. Bəs mənim bu yuxarıda yazdığım yazılışla, yəni buradakı yazılışla, bu yazılışın arasındakı fərq nədir? Normalda ortaq cəhəti odur ki, hər ikisində lazım olan ehtimallar nəzərə alınır və o şəkildə proqram yazılır. Yəni proqram nəticə olaraq bir səhvə yol verməyəcək. Bu öz yerində. Amma üstünlüyü nədir?
Biz bu şəkildə if blokları yazdıqda proqram gedir. Məsələn, gəlib burada if blokunu işə saldı. Deyək ki, biz burada print demişik və bunu yazdırdıq ekranda. Bunu yazdırsaq belə proqram burada bitməyəcək. Proqram gələcək digər ifə baxacaq, ondan sonraki ifə baxacaq, bundan sonraki ifə də baxacaq. Çünki bunlar hamısı bir-birindən bağımsız ayrı-ayrı olan şərtlərdir. Ki, əgər bu varsa, ya buradakını elə, bu şərt ödənsə, bunu elə, bu şərt ödənsə, bunu elə. Və proqram da təbii olaraq bütün bu şərtləri bir-bir yoxlayır. Bunun yerinə biz else if yazdıqda, else if-də əgər bu deyilsə buna bax, əgər bu da deyilsə buna bax mənasına gəlir. Yəni o səbəbdən də əgər biz ikincidə, yəni bu hissədə artıq şərt ödənilibsə, gəlir bunun içərisindəki kod hissəsi işə düşür, nə yazılıbsa, həmin proses gedir və artıq digər else if-lərə baxmağa ehtiyac qalmır. Yəni bu iki şərtin arasında, şərt operatorları arasında belə bir fərq mövcuddur. Bundan sonra biz belə deyək, kiçik bir məlumat da vereyim. Biz if içərisində başqa if də yaza bilərik. Məsələn, mən gəlib deyirəm ki, say əgər böyükdürsə 7-dən, bunun üçün də bir dənə də şərt verirəm. Burada da deyirəm ki, məsələn, say, ya da say deməyəm, b bərabərdirsə 8-ə. Bu şəkildə iç-içə iflər də yarada bilərəm. O zaman nə olur? Gəlir birinci şərtimizə baxır, görür və bu şərt ödənirsə, gəlir içindəki yeni bir şərtə baxır və bu şərt də ödənirsə, axırda gəlib bunun içərisində yazılan proqramı işə salır. Bu da bizim iç-içə iflərimizdir. Başqa da bir digər xırda bir nüansı sizə deyim. Mən əgər bu şəkildə bir şey yazsam, if 1, bu da if 0. Bunlar nə mənaya gəlir? If 1 dedikdə bu true mənasını daşıyır. If 0 isə false mənasını daşıyır. Bu da nə deməkdir? Bu halda ifimiz true dəyərini aldığı üçün bunun içərisindəki kod işə düşəcək. Amma digərində false dəyərini aldığı üçün bunun içərisindəki kod işə düşmür. Bu da bir digər xırda detal. Bu dərsimiz bu qədər idi. Əgər hər hansısa bir sualınız varsa, başa düşməz bir hissə varsa, mütləq surətdə şərh bölümündə qeyd eləyin. Kanala abunə olaraq, videonu bəyənərək də bizə dəstək ola bilərsiniz. Təşəkkürlər.